Sen bizimsen, durdukça bedende can, yaşa, yaşa, çok yaşa, ey şanlı Azerbaycan. Şərəfli İstiqlal yolunun başlanğıcı 28 may 1918-ci il. Azərbaycan Xalq Cumhuriyyətinin yaranması, İstiqlal Bəyannaməsinin elan olunması böyük zəka, böyük uzaqgörənlik, böyük cəsarət, böyük iradə, böyük qəhrəmanlıq tələb edir. Və bizim dəyərli siyasi xadimlərimiz o gün, o il, o ay, bu tarixi addımı attılar. Biz Azərbaycan Xalq Cumhuriyyətinin varisləriyik. 1991-ci ildə Azərbaycanda müstəqillik elan edilərkən yazılıbdır ki, 1920-ci ildə itirilmiş müstəqillik bərpa oldu. Və mən bugün qürurla deyirəm ki, biz Azərbaycan Xalq Cumhuriyyətinin sədaqətli və layiqli varisləriyiz. 1920-ci ildə endirilən bizim üç rəngli bayrağımızı yenidən 70 il sonra Heydər Əliyev Naxçıvanda qaldı. Gücün varsa bayraq da həmişə yüksəklərdə olacaqdır. Vəsatət qaldırıldı Azərbaycan Ali Soveti qarşısında ki, onlar da eyni addımı atsınlar. Eləmədilər. Çünki qorxurdular. O ailə Sovet İttifaqı dağılmamışdı. Qorxurdular ki, Moskvadan bunları tənbih edəcəklər. Naxçıvan Muxtar Respublikasının devlət bayrağı qəbul olunsun və devlət bayrağı Azərbaycan Demokratik Respublikasının üç rəngli bayrağı Naxçıvan Muxtar Respublikasının devlət bayrağı kimi qəbul olunsun. Naxçıvan Muxtar Respublikasının devlət bayrağı qəbul olundu. Biz Azərbaycan Xalq Cumhuriyyətinin qurucularının arzularını reallığa çevirdik. Biz elə bir dövlət qurduq ki, hər bir Azərbaycan vətəndaşı, əminəm ki, hər bir Azərbaycanlı bu dövlətlə fəxr edir. Mən tam əminəm ki, əgər Azərbaycan Xalq Cumhuriyyətinin qurucuları